Süd vəzdə aşkar olunan hansı şişlər biopsiya olunmalıdır? Bu, şişin formasından, ölçüsündən, müşahidə olunduğu müddətdə onun böyümə sürətindən və xəstənin yaşından, digər xüsusiyyətlərdən asılı olaraq dəyişir. Biopsiya əgər məsləhət görübsə, bu çox zaman şübhəli hallarda biz pasiyentə məsləhət görürük. Biopsiyanı təkcə xərçəng riski olan zaman deyil, eyni zamanda da xərçəngönü xəstəlikləri olan zaman biz pasiyentlərə məsləhət görürük. Biopsiya məsləhət görülən pasiyentlər çox vaxt nədən narahat olurlar? Biopsiya olunaram və xəstəlik bədənimə yayılar və yaxud da xəstəlik daha da aqressivləşər. Əziz izləyicilər, bu bir mifdir. Biopsiyanın orqanizmə heç bir ziyanı yoxdur. Biopsiya vasitəsilə biz xəstəliyə dəqiq diaqnoz qoya bilirik və təbii ki, dəqiq diaqnoz qoyulduqdan sonra hansı müalicə üsullarından istifadə etməliyik ki, pasiyenti gələcəkdə sağlamlığına qovuşdura bilək. Biz bunu ancaq biopsiya vasitəsilə öyrənə bilirik. Təbii ki, əgər həkim sizə bunu məsləhət görübsə, biopsiya etmək mütləqdir.